Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Bugün sizə frazeoloji birləşmələrin izahını təqdim edirəm. Birinci sualımız budur. Hansı frazeoloji birləşmə hövsələdən çıxmaq deməkdir? Yəni səbir kəsası daşımaq. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan axtarmalıyıq. Canına üşütmə düşmək. C bəndi. Xəbər frazeoloji birləşmədir. Yenə dostu yola salmaq. Çünki dostunu bu yola sala bilməz. Bu məcazi mənadadır. Amma əgər topu əlindən yola salsa, yola sala bilərdi. Deməli, sonra keçirik dördüncü frazeoloji birləşməni göstəririk. Göz yetirmək məcazidir. Dilotu yeməyin əksini axtarıram. Yəni, dilotu yemək çox danışmaqdır. Əksini axtaranda ağzına su alıb oturmaq. Frazeoloji birləşmələrdən ibarət olan cərgəni göstəririk. Yola getmək, aman vermək, əldən düşmək. Frazeoloji amonim istəyir bizdən. Demişik, üz ver, söz ver, can ver, bəndi. Frazeoloji sinonimlər göstərir. Adı dildən düşür, ağızdan ağza gəzir, könlündən keçir, ürəyi istəyir, özündən çıxır, hirsi başına vurur. 1, 2 və 4-cü cavab C bəndi. Frazeoloji birləşməni göstərib başdan çıxarmaq. Köksünü ötürmək nə deməkdir? Ah çəkmək deməkdir. Frazeoloji sinonimlər, frazeoloji birləşmənin antonimi, sinonimi frazeoloji birləşmə olmalıdır. Sinonimlər istəyir. Haldan düşüb, yəni nəfəsi kəsilib. B bəndi. Ağız büzməyin antonimi, yəni əksi nədir? Ağız büzür, yəni neyir bu adam onu? Xoşlamır. Deməli, ağız büzməyin antonimi, xoşlamağın əksi olan frazeoloji birləşmə axtarmalıyıq. Xoşlamamağın əksi olan frazeoloji birləşmə xoşuna gəlməkdir. 13-cü sual. Çaşıb qalmaq frazeoloji birləşmə nə deməkdir? Yəni, kələfin ucunu itirmək. Harada frazeoloji sinonimlərdir? Vəcdə gəlmək, şövqə gəlmək deməkdir. Canlı oda yaxmaq nə deməkdir? Yəni, gecəsinə gündüzünə qatır, dəridən qabıqdan çıxır. Ağız açmaq nə deməkdir? Xahiş etmək deməkdir. Aman verməməyin əksi nədir? Aman verməməyin əksi mərhəmət göstərmək. Əldən düşməyin sinonimi nədir? Yəni nəfəsi kəsilmək. Qəlbinə dəyməyin əksi nədir? Könlünü almaq görək varmı? A bəndində. Qəlbinə dəymək incitməkdir. Onun əksini istəyir bizdən. Başından tüstü çıxır. Yəni nə edir? Çox qəzəblənir, çox hirslənir. Gəlin görək ona uyğun hansıdır? Yanıb yaxılır. Aldatmaq nə deməkdir? Yəni gözə kül üfürmək deməkdir. 22-ci sualımız. Sevinmək mənasını verir. Qanad açıb uçur. Mürgüləmək mənasını verir. Gözünün acısını alır. Hansı sinonim düzgün deyil? Ürəyini qırmaq, ürəyi düşmək başqa şeydir. Amma ağzına su almaqla ağzını qıfıllamaq bərabərdir, eynidir. Gözünün altını, ayağının altını görmür gözü. Yəni göylə gedir, mənəm deyir. Qılığına girir, yəni qəlbinə yol tapır, dilotu yeyir, yəni dil ötür. Birinin sinonimi doğru verilibdir. Qəlbinə yol tapır, yəni ürəyini ələ alır. Frazeoloji birləşmə işlənmişdir. Harada? Qazancdan əlini üzüb. Əlini belə, bu əldə də tutaq ki, bunu belə üzüb, parçalamır. Məcazi mənadadır. Frazeoloji birləşmə işlənmişdir. Harda? Cin atına minmək, C bəndi. Frazeoloji birləşmə işlənmişdir. Harda? Yenə istəyir. Burada xəstə valideynlərinə baş çəkmək. Frazeoloji birləşmənin qarşılığı harda doğrudur? Deməli, ağzına su almaq, yorulmaq, can boğaza yığılır, yəni bezir. Təngə gəlir, canı boğaza yığılır, bezir. Bunlar eyni şeylərdir. Deməli, 29-cudur, biz 30-cu sualı tapmalıyıq. Hansı frazeoloji birləşmənin qarşılığı doğrudur? Gəlin baxaq. Dilotu yeyir, yəni çox danışır. Bunlar sinonimdirmi? Xeyr. Niyə? Çünki f qaydası. Çünki çox danışmaq frazeoloji deyil ona görə. Xəbər frazeoloji ilə ifadə olunub gözə dəymək, B bəndi. Sinonim frazeolojilər dərdən qabıqdan çıxır, gecəsini gündüzünə qatır, yəni əldən ayaqdan düşür, nəfəsi kəsilir, yəni deməli oldu 1 və 4-cü. Frazeoloji antonim, əks istəyir bizdən, əks. Gəlin baxaq, onda xoşuna gəlir, acığına gəlir. 1 və 5-ci. 1 5 haradadır? D-da. Əsəbiləşməyin sinonimləri, frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri.
Gəlin baxaq. Əsəbiləşir, yəni cin atına minir, özündən çıxır, zəncir çeynəyir. Frazoloji birləşmə haqqında səhv fikirləri seçirsiniz, səhv fikri seçirik. Biz demişik ki, tərəflərinə ayrı-ayrılıqda söz ver, çünki birlikdə bir leksik məna verir. Axı, frazoloji haqqında səhv fikir, məcazidir, ifadəlik yaradır. Bunlar doğru fikirlərimizdir. Neçənci suala baxırıq? 36, indi 37-ni axtarıq. Məcazi mənada aslı formaca dəyişmir. Demişəm ki, formaca dəyişir, frazoloji, tərkibcə dəyişmir. Tərkibcə neynəmir? Dəyişməz. Bunu unutmayaq. Biri frazoloji birləşmə hesab oluna bilməz amonimlər. Biz bunların hamısını yazdırmışıq sizə. Orada dilotu yemək frazoloji amonim deyildi. Biri frazoloji amonimdir. Biz bunu da yazmışıq ki, başa vurmaq. Vurdu öz ömrünü başa nizami. Yəni bitirdi, bir də yaxşılığı başa vurmaq. Frazolojinin özüdür, antonimidir və sinonimidir. Boğaza yığılmaq. Yəni, bax, bunlar bərabərdir. Cana doyur, boğaza yığılır. Bunlar sinonimdir. Bu isə onun əksidir. O iş gördüyü işdən ləzzət alır. Axı deyir, həm sinonimi, həm antonimi olsun. Yenə sinonimi, antonimi. Gəlin, baxaq onda. Çiçəyi çıtlayır, yəni keyf açılır. Bunlar sinonim oldu. Bərabərdirlər axı. Qəm dəryasına da batır, onun antonimidir. Cəbəndi. Frazoloji haqqında səhvi seçirik. Gəlin, baxaq onda. Deyir, yağış kəsdi, frazoloji amonimdir, birləşmədir. Xeyr, çünki bunlar ikisi birlikdə bir məcazi məna bildirmir. Bunu məsələn dəyişmək istəsəm deyərəm, yağış dayandı. Yağış yenə yağışlığında qalır axı. Bu elə birləşmədir ki, frazoloji, onun ikisini bir sözlə əvəzləyirsən. Məsələn, baxın, xoşuna gəlir, bəyənir. Görürsünüz, nə xoş, nə gəlmək. Orada həqqi mənada qalmır. Frazoloji birləşmə haqqında səhv. Qaş qabağı yer süpürmək, bikef olmaq sinonim frazolojidir. Xeyr, ol etbil sözləri frazoloji birləşmə deyirlər və frazoloji deyirlərsə sinonim ola bilməz. Çünki niyə? Demişik amonimliyi, sinonimliyi, antonimliyi frazolojinin fı qaydasıdır. Yəni özünə bərabərdir. 43-cü sualımıza baxırıq. Bəndin birində amonimliyi olan frazoloji birləşmişlərmişdir. Gəlin onda baxaq. Amonimliyi başa vurmaq. İşi başa vurmaq, əl-ayağa düşmək, dilə tutmaq, qulağına dəymək. Dedik ki, başa vurmaq. Biri var bitirmək, biri var yaxşılığı başına vurmaq. Səni şeirləri ilə xalqa can verən şair, səni dünən kimsəsiz, təkcə can verən şair. Deyir, birinci misaldakı sinonimi dirildəndir. Biz elə bunu gözümüz görən kimi başqa şey axtarmırıq. Niyə? Çünki dirildən frazoloji deyil. Bir dənə sözdür, həqqi mənadır. Axı frazolojinin də antonimi, sinonimi, f qaydası olur. Özünə bərabər olmalıdır. Yəni, hər iki tərəf frazoloji olmalı. Can deyib can eşitməyin səhvi. Xoşa gəlmək başqadır, can deyib can eşitmək isə tamam başqa mənadır. Dərdən qabıqdan çıxmaqla bağlı səhvi seçirik. Dərdən qabıqdan çıxmaq deyir, özündən çıxmaq deməkdir. Xeyr, dərdən qabıqdan çıxır, gecəsini gündüzünə qatır. Zülüm çəkir, özündən çıxır da hirslənirdi. Amonim frazoloji birləşmələri sayı 10 dənə amonim frazoloji birləşmələri əzbərləmişik biz. Biri can verməkdir onun, biri üz verməkdir onun. Biz bunları demişik. Üz vermək, can vermək və bir də söz verməkdir. 1, 2, 5 A bəndi. Bir-birinin sinonimi olan cana doyur, yəni boğaza yığılır, yəni təngə gəlir. Bunlar nədir? Bir-birinin sinonimləridir. Yenə bir-birinin sinonimi olur. Zincir çeynəyir, zəncir çeynəyir, cin atına minir, özündən çıxır. Bunlar birdir, çünki bunlar hamısı hisslənmək deməkdir. Bunlar birdir. Cin atına minir, özündən çıxır, zəncir çeynəyir. Amma qalanları eyni deyil. Frazoloji baş üzdür. Yəni ya mübtəda ya da xəbərdir. Gözünün acısını almaq mübtədadır. Qaş qabağı yer süpürür, xəbərdir. Ağlım kəsməyən iş hansı iş bu təyində olmur. Qatarın yola düşməsinə nəyə? Burada tamamlıqda olmur. Özündən çıxmaq sənə yaraşmaz. Nə? Burada mübtədadır. 1, 2, 5. 1, 2 və 5 baş üzdüdə. Frazolojinin antonimini, könlünü almaq əks lazımdır bizə. Xətrinə dəymək kimi bir şey, məsələn. Xətrinə dəymək, 3. Yə durmaq, sahib çıxmaqdır. İndi boynundan atmaq, amma onun əksidir.
Yaxasını kənara çıxır. Boynundan atır. Amma indi onu boynuna çəkmək, boynuna götürmək olmalıdır. Boynundan atmaq buradaydı ha, 2-də idi. 2, 4. İşin bir kefi durulur, onun əksi qanı qaralır. Deməli, bir də deyirəm. Könlünü almağın əksini götürmüşük birinci, o da olub xətrinə dəymək. Yiyə durmağın əksini götürmüşük, olub boynundan atmaq. Kənara çəkməyin, yaxasını kənara çəkməyin əksini götürmüşük, o da olub boynuna götürmək. Keyfə durulmağın əksi qəm dəryasına batmaq. 52. Antonim yenə. Könlünü oxşamaq, boynunu almaq, ağzına su almaq, keyfə açılmaq. Könlünü oxşamağın əksi, könlünü oxşamağın əksini götürməliyik. Yəni, deyir, gərək küskün olanın könlünü oxşayasan. Bunun əksi xətrinə dəyməkdir. 3. İşin həllini kimsə boynuna almalıdır. Yəni, yaxasını kənara çəkmək onun əksidir. Ağzına su alıb oturur, yəni susur, dilotu yeyir, amma danışır. Keyfi açılır, qanı qaralır. Bu qədər.